Herkese salam. Kripto Azərbaycan kanalına hoş gəlmisiniz. Mən Xəlil. Bugün videomuzda yeni bir kampanya paylaşırıq. Minimum təxminən 35-38 dollar olmaqla 1000 dollara qədər pul qazana bilərsiniz. Videonun başına qeyd istəyirəm ki, bu video yatırım tövsiyəsi deyil, tamamilə tanıtım məqsədlidir. Daha əvvəl Bybit kartı haqqında sizlərə paylaşım eləmişdim. Hal-hazırda Bybitdə yeni bir kampanya var və bu kampanya sayəsində ekranda gördüyünüz mükafatları qazana bilərsiniz. Gəlin addım-addım nələr qazana bilərsiniz onlardan başlayaq. İlk olaraq çəkilə biləcək, yəni spotunuza 20 dollarlıq MNT tokeni qazanacaqsınız. Əlavə olaraq Bybit'in kart partneri olduğumuz üçün bizim linkimizdən qeydiyyatdan keçəndə 10 dollar plus 3 dollar, yəni 13 dollar da ekstra qazanacaqsınız. Əlavə olaraq 5 dollar da Cybertruck kampanyasından qazanacaqsınız. Yəni toplamda minimum 38 dollar qazancımız oldu. Hələ bu qazanclara buradakı çarx aid deyil. Burada isə hər çarx çevirəndə gördüyünüz mükafatları qazanma ehtimalınız var. Sizə göstərdiyim bütün işləmləri etsəniz, sizin burada bir hesaba 5 dənə çarx haqqınız olacaq. 38 dollardan əlavə də 5 çarxdan 10 dollar, 50 dollar, 300 dollar qazansanız və yaxud da iPhone 17 qazansanız daha da gözəl olar deyə düşünürəm. İndi gəlin bütün işləmləri addım-addım sizlərə göstərim. İlk öncə videonun açıqlamalar bölümündə, həmçinin yorumda və Telegram kanalımıza paylaşdığım referans linkinə, qeydiyyat linkinə tıklamalısınız. Linkə girəndən sonra belə bir səhifə qarşılayır. Aşağıda Register Now düyməsindən tıklayırsınız, buradan Create Account seçirsiniz. Daha sonra burada mailinizi yazaraq və yaxud da nömrənizi yazaraq qeydiyyat olursunuz. Maillə qeyd olmanızı tövsiyə edirəm. Burada referral kodu 162-150 olduğu kimi qalmalıdır. Əgər yoxdursa da bunu əlinizlə yazın. Bu dəyişməməlidir. Çünki bu mükafatların çoxusu biz Bybit'in partneri olduğumuz üçün verilir. Buradan Create Account düyməsindən tıklayırsınız, mail təsdiq edirsiniz, daha sonra hesabınız açılır. Hesabınız açılandan sonra yuxarıda Verify Now bölümü gəlir zaten. Tıklayırıq buna. Buradan ölkəmizi seçirik, yəni Azərbaycanı. Burada həm vəsiqə, həm prava, həm pasport, həm də yaşayış yerinə arayış ilə qeyddən keçə bilərsiniz. Deyək ki, vəsiqəni seçdik, davam elədik, kimliyimizi doğruladıq. Doğruladıqdan sonra bu linkləri də həm Telegram kanalımızda, həm də videonun açıqlamalar bölümündə sizlərlə paylaşacağam. Öncəliklə bu səhifənin linkini paylaşacağam. Əgər burada register düyməsi varsa, yatırma və s. etməzdən əvvəl gəlib buradan mütləq şəkildə register düyməsinə tıklayın. Daha sonra isə Cybertruck kampanyası da eyni şəkildə linki paylaşacağım. Girəcəksiniz buradan Register Now düyməsinə tıklayacaqsınız. Daha sonra bu kampanya səhifəsində Get Your Card bölümünə tıklayırıq. Burada bizim Bybit kartımızı aktiv eləməyimiz lazımdır. Bu hesabda kimlik doğrulaması olmadığı üçün məndən kimlik doğrulaması tələb edir. Bu bölümdən sonrasını sizlərə göstərə bilməyəcəm təəssüf ki, amma bura girdikdən sonra sizlərə 1-2 suallar verir. Harda işləyirsiniz, illik qazancınız nə qədərdir və s. onu rastgele yaza bilərsiniz. Ünvan istəyir, hər hansı bir ünvan yaza bilərsiniz. Fərqi yoxdur, onun əhəmiyyəti yoxdur. Daha sonra telefon nömrənizi də təsdiq etdikdən sonra Bybit kart bölümünüz artıq aktiv olur. Bundan sonra etməli olduğunuz hər şey depozit bölümünə tıklayıb depozit kriptoya girirsiniz. USDT-ni seçdiniz. İstədiyiniz hər hansı bir blockchain-də 100 dolların üzərində bir yatırım eləməlisiniz. Deyək ki, 105 dollar və yaxud da 110 dollar yatırım elədiniz. Yatırım etdikdən sonra gəlin burada çarxlar necə qazanacaq onları göstərim. Burada biz birinci, ikinci və üçüncü görəvi zaten tamamlamışıq. Həm Bybit kart hesabımıza açmışıq, həm 100 dolların üzərində bir yatırım eləmişik. Daha sonra deyir ki, ilk işləmini eləsən Bybit kartdan sənə əlavə bir dənə çarx haqqı verəcəm. Bunun üçün də Express Pay mən yoxlamışam və Bybit hal-hazırda işləyir. Qeydiyyatçız ödəniş bölümünə tıklayırsınız. Daha sonra mobil operatorlara girirsiniz. Burada məsələn Azercell-dən mən girdim öz nömrəmə 1 manatlıq kontur yüklədim. Bunu etdikdə bu işləmdə tamamlanmış olursunuz. Hər hansı bir ziyanınız, itkiniz olmur zaten. Toplamda 4 dənə buradan çarx qazanırsınız. Əlavə olaraq da Complete your first trade on Bybit deyir burada. İlk işləmimizi də Bybitdə eləsək, əlavə bir dənə çarx gəlir, toplamda bir hesaba 5 dənə çarxımız olacaq. O işləmləri tamamladıq, gəlir ikinci kampanyamıza. Baxın burada gördüyümüz kimi bizə 5 dollarlıq mükafat göstərir. 5 dollar mükafat üçün deyir ki, X stokda işləm elə. Burada ox düyməsindən tıklayanda bizi birbaşa yönləndirir zaten. Gəlir burada NVIDIA tokenuna yönləndirir. Burada biz spot işlem eləməliyik. 10 dolların üzərində işlem eləməliyik. Burada bizim zaten yatırdığımız 100 dolların çox balans var. 20-30 dollara gəlib bir dəfə alırıq NVIDIA-sı, bir dəfə də satırıq. Burada həm 5 dollarlıq işləmi tamamlamış oluruq, həm də digər tərəfdə bir dənə çarxın yolunu açmış oluruq. Etməli olduğumuz nə qaldı? 20 dollarlıq MNT qaldı. Bunun üçün də əslində işləmlərin hamısını tamamlamışıq. Depozit 100 dolların üzərində, trade 10 dolların üzərində olmalıdır sadəcə. Siz yenə də hər ehtimala qarşı NVIDIA-sı işlem etdikdən sonra gəlin Bitcoin-də və s. 10-15 dollarlıq spot işləmi eləyin. Daha sonra heç nə etməyinizə ehtiyac yoxdur. Bu işləmləri tamamlayandan sonra əgər risk kontrol probleminiz olmasa, minimum 38 dollarlıq bir qazancınız olacaq. Əlavə olaraq 5 dənə çarxdan bəlkə iPhone 17 qazana bilərsiniz. 50 dollar, 300 dollar və s. bunlar da sizlərin ekstra gəlir olacaq. Tövsiyə edirəm ki, eyni IP-dən qəti şəkildə birdən çox hesab açmayın. Eyni adresdən birdən
birdən çox Bybit hesabına yatırıma çəkmə işləmləri eləməyin. Hamısı sıfır və təmiz olmalıdır. Bunlara diqqət etsəniz, mən düşünürəm ki, risk kontrolda probleminiz olmayacaq. Əlavə olaraq mən burada 1 manatlıq ödənişi həm burada bir çarx qazanmaq üçün, həm də ki, mən düşünürəm ki, Bybit kartdan da istifadə etdikdən sonra artıq risk kontrola düşmə ehtimalımız daha da azalmış olacaq. Əsas məsələ mükafatlar nə vaxt gələcək? Buradakı 20 dollar, həmçinin buradakı 5 dollar 4 gündən sonra hesabınıza köçəcək. Və menecer mənə verdiyi məlumata görə çarxdan verilən ödüllər anlıq olaraq hesaba yatırılır. Anlıq olmasa belə yəqin ki 4 gün ərzində onlar da hesaba köçəcək. Bu arada balans saxlama şərti yoxdur. İşləmlərinizi etdiniz, balansınızı çıxarda bilərsiniz. Amma mən tövsiyə edirəm ki, yatırdım, işləmi tamamladım, tez pulu çıxardım, bu şəkildə eləməyin. Ən azından bir neçə saat, 1 saat, 2 saat, 3 saat balansı saxlayın, organik istifadəçi kimi görünməyə çalışın. Əgər illegal bir iş görməsəniz, risk kontrolu takılmasanız 38 dollar minimum qazanc var. Əlavə olaraq sürpriz 5 dənə çarxımız olacaq. Məncə bu kampaniya olduqca yaxşıdır. Hesabı hələ də olmayanlar varsa, məncə bunu dəyərləndirməlidir. İndi isə gəlin keçək axırıncı videomuzda yorum yazanlardan 2 nəfər seçək və hər birinə 5 dollar mükafat göndərək. Qazananlara buradan təbrik edirəm. Nuruzadə və Nizat 24 saat ərzində mənimlə Telegramda əlaqə saxlasınlar və hər biri 5 dollar mükafatını məndən götürsünlər. Bu videomuz bu qədər idi əziz istifadəçilər. Hər hansı bir sualınız varsa videonun yorumlarına və yaxud da Telegram kanalımızda soruşa bilərsiniz. Videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Yorum da yazın ki, növbəti qazananlardan biri siz ola bilərsiniz. Mən Xəlil, hər kəsə bol qazanclar.